Neysə, başladıq. İndi növbəti mətnimizə ovçu oxusunu təşkil edirik. Ovçuluğa sonsuz həvəsim var idi. Hər 15-16 yaşlarımdan əlimdə tüfəng Qarabağın dağlarında, qalın meşələrində ov dalınca qaçardım. Bağımızda xartut ağacı vardı. Dəyməyini səbirsizliklə gözləyirdim. Meyvənin qızaran vaxtı idi. Günlərin birində bağa girəndə bir dəstə sığırçının civildəşə-civildəşə tutdan yediyini gördüm. Elə bir başıma hava gəldi. Evə qayıdıb tüfəngimi götürdüm. Tüfəng açılanda sığırçınlar ağacın dibinə elə töküldü ki, sanki dəymiş tut ağacını silkələmişdin. Özündən razı halda onları evə gətirdim. Nənəm quşları əlimdə görüncə özündən çıxdı. Bu heyvanların ahı bir gün səni tutacaq. Nənəmin acığı tutanda ildırım kimi çaxardı. Adi hallarında isə üzündən mehr-məhəbbət yağırdı. Üzündən öpdüm, üzr istədim. Hadisənin üstündən 3-4 gün keçmişdi. Biraz nəfəs alıb tüfəngimi də götürüb ov eləmək üçün evdən çıxdım. Yaxınlıqdakı meşəyə getdim. Birdən alma ağacının budağına qonmuş gözəl bir quş gördüm. Onu nişan almaq istədim. Gözəlliyi məni valeh etdi. Asta addımlarla yaxınlaşdım. Heç yerindən tərpənmədi. Əli öyrənmiş heyvan kimi qorxusu yox idi. Ağacın dibinə çatdım. Ehtiyatla davranırdım ki, quşu hürkütməyim. Əlimi uzatdım, tutmaq istəyəndə qanadlanıb ovucumdan çıxdı. Bir neçə addım o yanda başqa bir ağaca qondu. Sonsuz həyəcanla yenə ona yaxınlaşdım. Bu dəfə daha artıq ehtiyat edirdim. Tutacağıma əmin idim. Ancaq yenə əlimdən çıxdı. Qanad çala-çala təpəlikdəki ağaclara tərəf uçdu. Budaqdan budağa sıçramaqla elə bil məni ələ salıb oynayırdı. Nəhayət yenə bir alçaq budağa qondu. Tutmaq istəyəndə yuxarı budağa qondu. Məcbur olub ağaca dırmandım. O budaqdan bu budağa, bu budaqdan o budağa qonurdu. Axırda ağacın lap sonuncu budağına çatdı. Çevikliklə budaqdan budağa dırmanmaq mənim üçün su içmək qədər asan idi. Özümü ona yetirdim. Əlimi yaxınlaşdırdıqca budağın ucuna doğru çəkilirdi. Sağ əlimi budağın tutarlı yerində bərkidib, sol əlimi ona uzadanda şaqqıltı gəldi. Bir də gördüm ki, yerdəyəm. Gözümü açanda yorğan döşəkdə idim. Qohum əqrəbə də başımın üstə. Qulaqlarıma nənəmin səsi gəlirdi. Sən o ağacda nə qələt qarışdırırdın ki, başına belə iş gəlirdi. Başıma gələnləri onlara danışdım. Nənəm yenə acıqlı səslə deyindi. Deyirdim axı, bir gün bu quşların axı səni tutacaq. O gündən ovçuluğun daşını atdım. Maraqlıdır. Biraz uşaq mətnidir, amma bədii üslubdadır. Yəni, təki belə asan düşdü. Baxırıq 371-ə. Deyir, hansı plan bəndləri mətnin əsas hissəsinə aid deyil. Mətnin əsas hissəsinə aid deyil, yəni demək, yəni ya girişə aiddir, ya da nəticəyə də bu mənada. Tut ağacına daraşan sığırçınlar. Bu əsasa aiddir. Çünki baxın, burada deyirik günlərin birində, burada abzasa bölünmə olmalıdır deyə düşünürəm. Neysə, günlərin birində bağa girəndə bir dəstə sığırçının, bu düşür əsas hissəyə. Ona görə bu əsasa aiddir. Tərk edilmiş sevimli peşə, ən axırda deyirik, ovçuluğun daşını atdım. Bu aiddir nəticəyə. Nəticə sözünü yazamadım. Meşədəki sərgüzəşt. Əsasa aiddir. Mesaj nə idi? Meşədə bu gəlir, quşu tutmaq üçün əsasdır. Ovçuluğa marağın başlanması. Sonsuz həvəsi var idi. Girişə aiddir. Girişə aiddir. Quşun oyunu o budaqdan bu budağa hoppama. Bu yəni bu hissəyə aiddir. Bu da düşür əsas hissə. Sən deyir ki, əsas hissəyə aid deyil. Nəticəyə aiddir ki, bir də 4-də girişə aiddir. Cavab olur A variantı. Sonra 372. Mətndə əvvəlinə rəqəm yazılmış hansı cümlələrdə mətnin üslubu daha qabarıq ifadə olunub. Yəni, mətnimiz bədii üslubdadır. Bizdən də bədii üslub istəyir. Elə bir başıma hava gəldi. İkinci götürəcəyik. Günlərin birində bağa girəndə bir dəstə sığırçının civildəşə tutdan yediyini gördüm. Bu həqiqidir. Ona görə biri yox. Tüfəng açılanda deyir, sığırçınlar ağacın dibinə elə töküldü ki, daymış tut ağacını silkələmişdi. Məcazlik var. Bənzətmə var. Götürürük. 4-də də deyir ki, adi hallarda üzündən mehr-məhəbbət yağırdı. Məcazda 4-də götürürük.
5-də deyir, birdən alma ağacının budağını qonmuş gözəl bir quş gördüm, həqiqidir hamısı. Asta addımlarla yaxınlaşdım, heç yerindən tərpənmədi, həqiqidir hamısı. Yəni məcazini istəyir, çünki mətnimiz bədii üslubdadır deyənə. Özünü göstərir məcazlik. 2, 3, 4 B variantı. Sonra 373. Deyir, əvvəlində üçbucaq işarəsi qoyulmuş. Fikri hansı kəlamlarla qüvvətləndirmək olar? Deyir ki, üçbucaq qoymuşlar. Bu heyvanların ahı bir gün səni tutacaq. Bu heyvanların deyir bir gün ahı səni tutacaq. Aciz tülkü acından ölər. Bunun əlaqəsi yoxdur. Çünki aciz tülkü acından ölər demək, yəni hiləgərlik eləməsən ac qalarsan anlamındadır. Bir qüvvətləndirmir. Aslan qənimətə sevinməz, qələbiyə sevinər. Burada da əlaqəsi yoxdur. İnsafsızlıq küləyi əsən dənizdən intiqam buxarı qalxar. Yəni burada həmin uşaq var ya, o insafsızlıq eləmişdi deyə. Həyat ondan intiqamını alacaqdı anlamında deyir nənəsi. 3-ü götürəcəniz. Ədalətsizliklər arasında ən dözülməzi qanun adı altında törədilənlərdir. Mətndə qanun pozuntusu məsələsi yoxdur. Zülmün axırı olmaz, yəni o zülm gəlib səni də tapar, aiddir. Cavab olur 3-5A variantı. Sonra 374. Deyir, ovçu sığırçınları vurdu. Səbəb nə idi? Onların tut yeməsi də, sığırçınlar tut ağacında toplaşması. Biri A-nı götürəcəm. Sonra deyir ki, ovçu quşu tutmaq istədi. Səbəb nə idi? Xoşuna gəlmişdi ona görə. Deyir, quş olduqca xoşa gələn idi. Keçən deyir, tükləri vardı, xoşuma gəldi. Quş ağacın ən yüksək budağına qondu. Nəticədə nə oldu? O da yıxılır. Quşu tutmaq istəyən ovçuya baha başa gəldi. ADY. Çox rahat bir səbəb-nəticə əlaqəsidir. Cavab olur C variantı. 75-də deyir, mətndə çərçivədə verilmiş ifadəyə əsasən uyğun fikirləri müəyyən edin. Çərçivə. Nəfəs alıb. Biraz nəfəs alıb, tüfəngimi də götürüb ov etmək üçün evdən çıxdım. Biraz nəfəs alıb. Burada əlbəttə ki, olacaq məcazi mənada. Çünki həqiqətən biraz nəfəs alıb, 3-4 gün gözləyib ki, ancaq nəfəs alsın. Deyir, bu hadisədən 3-4 gün keçdi, biraz nəfəs alıb tüfəngimi götürdüm. Məcazi mənadadır. Ona görə A gedir, D gedir. Yəni, biraz özümə istirahət verdim də. B variantı cavabdır. İstirahət etmək. Həvəslənmək yox. Əziyyət çəkmək o da yox. İstirahət etmək anlamındadır. Biraz yəni dincəlib. 376. Deyir ki, mətnlə bağlı təsdiqini tapan fikri seçin və mətnin məzmunu ilə əlaqələndirib fikrinizi yazın. Deyir, axıl adamlar dünya görmüş olurlar. Bu aiddir, nənənin timsalında deyə bilərik. Çünki nənə deyir ki, bir gün bu quşların ahı səni tutacaq. Həqiqətən də haqlı çıxır. Yəni, onun uşağın elədiyi zülüm öz qarşılığını tapır. Quşlar insanlara ən yaxın dost bilirlər. Ona görə də onlardan qaçmırlar. Bunu tam mətnlə təsdiqini tapmır. Əslində orada fikirləşə bilərsiniz ki, orada deyir ki, ələ öyrəşmiş quş kimi idi. Ona görə də qaçmırdı. Amma bunu təsdiq eləmir axı ki, dəqiq o öyrəşdiyi üçün idi, yoxsa yox. O, oğlanın, yəni balaca ovçunun özünün ehtimalı idi. Deyir, birinci addımda lovğalananlar, ikinci addımda yıxılacaqlar. Bunu da aid eləmək olar. Quşlar üzərində qələbəsi ilə lovğalanan həmin bu balaca uşaq yersiz özgüvəninin qurbanı olur və ağacdan yıxılaraq belə deyək, ayağını sındırır da, xəsarət alır, belə deyək. 1 ilə 2 götürürsünüz. Bax, görürsünüzmü? Burada da deyir, fikri seçin, amma 2 dənəsini seçirik. Adətən 4 dənə olanda ikisi seçilir, adətən. Mərhəmət hissi bütün insanlara xasdır. Mərhəmətlilikdən söhbət getmir. Ona görə cavab olur 1, 3 və əsaslandırmasını da dedik. 377. Nöqtələrin yerinə deyir, məzmuna uyğun fikirlər yazın. Ona nişan almaq istədim. Gözəlliyi məni valeh elədi. Valeh elədi. Sonra da vergül işarəsi qoyub, görürsünüz. Yəni, onun gözəlliyini əks elətdirən hər hansısa bir cümlə yazacağıq. Ya da ki, belə eləyə bilərik. Valeh elədi. Quşu əlimdən qaçırmaq istəmədim. Belə yazardım, məsələn, mən. Onu nişan almaq istədim.
Gözəlliyi məni valeh elədi. Onu əlimdən qaçırmaq istəmədim. Asta addımlarla yaxınlaşdım. Görürsüz, yəni tez vurmayıb da, yavaş-yavaş. Görürsüz, deyir, asta addımla. Nişan almaq istəyir, amma asta addımla yaxınlaşır. Nə ola bilər? Onu vurmaq istəmə. Onu həmin an vurmaq istəmədim. Asta addımlarla yaxınlaşdım ya da itirmək istəmədim. Gözdən çıxarmaq istəmədim, belə deyim. Məsələn, etalonda deyir, güllə açmadım, atəş açmadım. Yəni, həmən atəş açmadım anlamında ola bilər. Belə. Yəni, nöqtələrin yerinə uyğun gələn, həqiqətən cümləni tamamlayan. Çünki orada cümlə bitib. Yəni, bir dənə də fikir yazıb tamamən bitirməlisən, nöqtə qoymalısın. İstənilən ifadəni yanlış götürmürlər. Təbii ki, yəni də deyirəm, qrammatik və məna cəhətdən cümləyə uyğun olsun. 378. Mətndə altına xətt çəkilmiş söz əsasında altına xətt çəkilən söz niyə görmürəm? Dəyməyini. Bağımızda xartut ağacı vardı, dəyməyini. Yetişməkdir uşaqdır. Kontekstə görə ifadə etdiyi qarşılığı. Meyvənin dəyməyi nədir? Yetişmək. Yetişmək. İfadənin mətndən kənar qarşılığın mətndəkindən fərqli mənada cümlə istifadə edilməsi. Yetişmək. Düzdür? Yetişmək. Mətndəkindən fərqli mənada yazmaq, yetişməyi. Məsələn, deyirəm ki, dərsə vaxtında yetişdik. Biz idmana vaxtında yetişdik. Ya da məcazi mənada belə yaza bilərsiniz. Marş var, deyim. Vətən məni yetişdirib bu ellərə yolladı. Yəni, böyütmək anlamında məcazi mənada belə işlədə bilərsiniz, dediyim kimi. Sonra yetişmək, indicə dedim, yadıma çıxdı. Biz imtahana vaxtında yetişdik. Çatmaq anlamında, böyümək anlamında olar. Yəni, yetişməyin cümlədə işlədilməsidir. Həmişə cədvəlin bu hissəsinə fikir verin. Qarşılığın mətndəkindən fərqli mənada cümlədə işlədilməsi. Yoxsa mətndəki sözün, ona diqqət edin. Mətndə nənənin nitqinə aid cümlələr əsasında üslubu baxımından nəyi müəyyən etmək olar? Fikrinizi əsaslandırın deyir. Hər hansı bir üslubun tərkibində başqa bir üsluba aid nümunə də ola bilər. Bir mətn yalnız eyni funksiya daşıyan sözlərdən ibarət olmalıdır. Məcazi mənada etmək olarmı və o zaman mənada dəyişiklik olurmu? Məcazi mənada ifadə etmək olar. Çünki mən yetişməyə, məsələn, bayaq dedim, vətən bizi yetişdirib bu ellərə yolladı. Orada vətən bizi alma armud kimi yetişdirmir. Zaten orada məcazi mənadadır. Ona görə bəli, yazmaq olar. Bəzən hətta sözləri mətndəkindən fərqli mənada frazeoloji birləşmələrin tərkibində verəndə də doğru götürürlər. Ona görə olar. Deməli, deyir ki, nənənin nitqi ilə cümlələr əsasında. Bəs olar ki, eyni mənada iki cümlə yazmaq. Çalışın fərqli mənada yazın. Elə bir halla rastlaşmamışam, yalan deyərəm. İndi deyim ki, yazarsan, bal verər. Onu, yəni tövsiyələrində onunla bağlı heç bir şey necə deyim? Fikrim yəni deyim. Yəni deyim ki, iki dənə eyni tip cümlə yaz, ona bal verəcək, gəlsin verməsin. Yəni onu dəqiq bilmirəm. Çalışın ki, fərqli yazın. Hətta görürsünüz, çünki onu şeydə verməyib deyirəm də. Tövsiyələrində Dimin 15 tövsiyəsi var da, mən sizə oxumuşdum yazısı gəlsə. Orada verməyib. Orada sadəcə deyib ki, məsələn, bir insana aid iki dənə fərqli xüsusiyyət yazın deyəndə sən götürüb həmi cəsur, həmi qorxmaz yazma. Məsələn, onlar sinonimdir. Ona görə indi gələr, burada da eyni tip götürüb 0,5 verər. 0,5. O da sonra problem yaradar. Ona görə çalışın ayrı yaz. Gördün, yadıma heç cür düşmür. Riski almaq olar, onsuz da düz aparmır. Amma bu vaxta qədər uşaqların heç bir o riski eləməyib deyə. Yəni, tələbələrimin etalonlarına baxıram da sonradan ki, görüm meyarları necə verirlər falan. Görməmişəm hələ ki. Aha. Deməli, sonra 379-a baxırıq. Deyir, mətndə
Nənənin nitqinə aid cümlələr əsasında üslubu baxımından nəyi müəyyən etmək olar? Hər hansı bir üslubun tərkibində başqa bir üsluba aid nümunə də ola bilər. Baxaq nənənin nitqinə. Nənəmiz harda danışır? Nənəmiz deyir, bu heyvanların ahı bir gün səni tutacaq. Sən o ağaçda nə qələt qarışdırırdın ki, başına belə iş gəlir? Deyirdim axı bir gün quşların ahı səni tutacaq. Birincini götürəcəyik. Nənənin nitqinə aid cümlələrdə başqa bir üslubun xüsusiyyəti var. Niyə? Çünki nənə sərbəst və təbii danışır. Bu da hansı üslubun xüsusiyyətidir? Əlbəttə ki, məişət üslubunun xüsusiyyətidir. Yazırsınız ki, nənənin nitqində əsaslandırma istəyirsə belə yazırsınız. İstəyir məncə. Əsaslandırma istəyirsə belə yazırsınız. Hə, fikrinizi əsaslandırın deyir. Çünki nənənin nitqində təbiilik və sərbəstlik var. Bu da məişət üslubuna xas xüsusiyyətdir. Orada deyirik, sən nə qələt qarışdırdın. Yəni, danışıq dilində çox vaxt istifadə edir. Yəni, bu məcazi deyil, bir şey deyil, sərbəstdir. Ona görə məişət. Sonra 380. Mətnə əsasən sxemi tamamlayın. Ovçunun ovçuluğa son verməsinin səbəbi nə olur? Qorxu. Qorxu. Çünki öz canından qorxur. O yıxılır ağacdan. Ağacdan yıxılandan sonra, yəni nənəsinin dediyinə haqq verir. Çünki nənəsi deyir, axı quşların ahı səni tutacaq. Fikirləşir ki, o quşların ahı tutdu deyə yıxıldı. Ona görə də yəni daha o gündən deyir, daha bir də ovçuluq eləmədim, ovçuluğun daşını atdı. İnsan gərək həqiqətən qorxsun. Qorxmasa, onu sonra düzəltmir də. Yəni etmə deyəndə desən əşyonsu eləyəndə nə olacaq? Bir şey olmaz. Sonra o deyirlər, eləmə deyən adamın dediyi gəlir düz çıxıra. Ondan sonra səni öldürsələr, başını kəssələr, sən o işi təzəni görməzsən də. Amma fakt var, məsələn, deyirlər ki, eləmə. Yəni, insan belədir. Xüsusiyyəti budur. Qorxu hissi, çünki nənəsinin dedikləri, iradlarının doğru olduğunu düşünür. Belə. Bu mətnimizin izahı da belə bitdi. Əsaslandırmamızı da elədik. Belə, bugünlük bu qədər.